Verilən kəsirin düzgün kəsir olması üçün n-in ala biləcəyi natural qiymətlərinin cəmini tapın. İlk öncə 5-in çıxılsın 7 müsbət ədəd olmalıdır. Deməli, biz burada n-i birdən daha böyük götürməliyik. N-i yerinə 1 yazsaq 5 çıxılsın 7 mənfi eləyir. Və 2-dən başlasa artıq müsbət ədədlər alarıq. Çünki adi kəsir naturalın natural nisbəti olduğu üçün sürətdə və ya məxrəcdə mənfi ola bilməz. 5n çıxılsın 7 mütləq məxrəcdən kiçik olmalıdır ki, bu kəsir düzgün kəsir olsun. Hər tərəfdən 2n çıxıb üzərinə də 7 əlavə etsək, 5n çıxılsın 2n kiçikdir, 13 üstə gəlinsin 7, 3n kiçikdir 20 və n də kiçikdir 23-də 20. 3-də 20-də 6,3-də 2-dir və n-i yerinə 1 yaza bilmirik. Birdən böyük ədəd yazırıqsa, deməli 2 olmalıdır, 3 ola bilər, 4 ola bilər, 5 ola bilər və bir də 6 ola bilər. Çünki n 6,3-də 2-dən kiçikdirsə, ən böyük tam qiyməti də 6 olacaq. Bu ədədlərin cəminə baxsaq, 2, 3, 4, 5, 6-nın cəmi 20 verir.